قال الله تعالى في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم ربنا وآتنا ما وعدتنا على رسلك ولا تخزنا يوم القيامة إنك لا تخلف الميعاد صدق الله العظيم Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. İnşallah bugün Ali İmran suresinin 3 ayesini okuyacağız. Orada biz buna şahid olacağıq ki, bir insan, bir qul israrla və səmimi şəkildə Allaha dua etsə, Allah onun duasını qəbul edəcək. Mövzumuz bundan ibarətdir və həqiqətən də bu 3 ayədə bizlərə çox örnəklər var, inşallah onları qeyd edək. Allah-u Teala Ali İmran surəsi 193-cü ayədə belə buyurur. Əlbəttə ki, indi oxuyandan sonra aydın olacaq ki, yəni Quran-ı Kərimdə iki cür insanın sözləri keçir. Biri möminlərin sözü keçir, möminlərin dilindən olan sözlər ayələr şəklində Quran-ı Kərimdə qeyd olunur. Biri də kafirlərin, yəni zalimların sözləri, dediyi sözlər, insanlara qarşı dediyi sözlər, Allaha qarşı dediyi sözlər, onlar da bir-bir ayələrdə qeyd olunur. Əlbəttə ki, biz bundan ibrət ala deyə Allah onları ayələrində qeyd edib. Burada isə indi oxuyacağımız ayələrdə isə möminlərin sözləridir ki, həqiqətən də şərəfdir bir möminsin ki, onların sözləri Allah-u Teala onların sözlərini Quran-ı Kərimə qeyd edir. Ayə belə başlayır. Rabbənə innənə səmi'nə munadiyyən yunadi lil-imani ən əminu bi rabbikum. Deməli, burada mövzu nədən ibarətdir? Allah Rəsulu insanları dinə çağırırdı. Həmin insanlar da, eşidən insanlar, mömin insanlar belə deyirdilər. Rabbənə, ey Rəbbimiz, innənə səmi'nə. Biz eşitdik, biz qulaq astıq. Nəyə qulaq astıq? Munadiyyən yunadi. Bir nidaçının nidasına, yəni bir çağırışçının çağırışına qulaq verdik, onları eşitdik. Nə haqqında çağırırdı o? Lil-iman, iman haqqında çağırırdı ki, iman etmək lazımdır. Ən əminu bi rabbikum. Rəbbinizə iman gətirin deyə Peyğəmbər çağırışda idi. Biz də onun çağırışını qəbul etdik və nə dedik? Fəəmənnə. Biz iman etdik. Peyğəmbər deyir ki, iman gətirin Allaha. Onlar da qayıdıb dedilər ki, biz iman gətirdik. Bu sözləri, bu deməli, fikirləri bir qrup cəmaat demişdi və onu da Allah-u Teala Quran-ı Kərimə qeyd eləmişdi. Və davamında buyurulur və iman gətirdikdən sonraki halımız necə olmalıdır və həmin insanlardan örnək götürməliyik. Necə deyirdilər? Rabbənə fəğfir lənə zunubənə. İman gətirmişik, artıq biz sənə yaxınıq, biz sənə əziz olan bəndələrik. Elədirsə, bizim günahlarımızı bağışla. Və kəffir annə seyyiətinə və bizim günahlarımızın, pisliklərimizin üstündən, xətalarımızın üstündən bir pərdə çək. Biz keçən xütbələrdə də demişdik ki, kafir sözünün mənası, lüğəti mənası bir şeyin üstünü örtmək deməkdir. Burada isə nə deyilir? Və kəffir, yəni kafir sözündəndir, kəfərə sözündən. Və kəffir annə seyyiətinə. Bizim o günahlarımız üstünə bir pərdə çək, səhvlərimiz üstünə bir pərdə çək ki, onlar görünməsin. Və davamı gəlir, və təvəffənə mə'al əbrar. Bizləri yaxşı insanlarla, xeyirxah insanlarla bərabər vəfat elətdir, öldür. Həqiqətən bir möminin duası belə olmalı. Və burada annə seyyiətinə keçir. Çünki o insanlar iman etmişdi ki, biz bilirik ki, Allah Teala'nın deməli, ən məşhur adlarından biri də səttərul uyubdur. Yəni günahların üstündən, günahların üstünü örtən. Həmin insanlar bilirdi ki, Allahın belə bir sifəti var, Allahın belə bir sifəti var və bağışlamaq, günahları örtmək mənasında bir sifəti var. Nə deyirdilər? Bizim günahlarımızın üstünü örtür. Belə dua edirlər. Deməli, burada bir şey var. Və təvaffənə mə'al əbrar deyə Allah Teala buyurur. Yəni, bizi yaxşı insanlarla bərabər vəfat etdir. Allah Rəsulu bizə bir düstur qoyub, örnək qoyub, deyib ki, kim necə yaşayarsa, elə ölər, kim necə ölərsə, o şəkildə də dirilər. Yəni, biz əgər ətrafımızdakı insanlar, yaxşı insanlar olsa, möminlər, halal insanlar olsa, biz əlbəttə ki, onların ətrafında və yaxud da ki, onlar formasında, yəni onların xasiyyətində bir xasiyyətlə ölərik. Əlbəttə ki, o cür ölsək, axirətdə də o cür dirilərik. Ona görə də deməli, yoldaşlarımıza, dostlarımıza fikir vermək lazımdır. Və ayə davam edir. Deməli, bu ayələr Rabbənə deyə başlayır. Rabbənə sözü, ey Rəbbimiz deməkdir. Dua mənasındadır. Ən gözəl dualardan biridir. Yəni, birbaşa Rəbbimiz çağırsın. Rabbənə, yəni ey Rəbbimiz, ey Rəbbim, eşit mənasındadır. 194-cü ayə başlayır. Yenə həmin möminlər Allahdan nələrsə istəyir və buyururlar. Rabbənə və ətinə mə vəaddənə alə rusulikə. Ey Rəbbimiz,
bizə peyğəmbərlərinə, rəsullarına vəd etdiyi şeyi bizə ver. Əlbəttə ki, Allahın öz peyğəmbərlərinə vəd etdiyi nədir? Cənnətdir, orada gözəl bir həyatdır, cəhənnəmdən uzaqlaşmadır. Bu insanlar da Allaha belə deyirdilər, peyğəmbərə nəyə vəd etmisənsə, onu bizlərə ver. Yəni, əlbəttə ki, ağıllı insanlar idi, peyğəmbərə gözəl şeylər vermişdi deyənə, həmin insanlar da onu istəyirdilər. Və davamında buyururlar ki, tuxzinə yevməl qiyamə və qiyamət günü bizi rüsva eləmə, utandırma. Və Allah kimləri utandırmayacaq bir neçə ayə var Quran-ı Kərimdə. Onlardan biri də Təhrim surəsi 8-ci ayədədir. Allah Teala belə buyurur. O gün Allah peyğəmbəri və onunla birlikdə olan iman əhlini, möminləri utandırmayacaq və onlara heç bir məyusluq üz verməyəcək. Deməli, biz dua etsək ki, Allah bizi utandırma. Hansı vaxt biz utanmarıq? Əlbəttə ki, peyğəmbərlə bərabər olsaq. Yəni, normal şəkildə hal-hazırda biz maddi olaraq peyğəmbərlə bərabər deyilik. Amma o zaman peyğəmbərlə bərabər o qədər adamlar var idi ki, peyğəmbərin yanında idi. Yəni, onun dövründə yaşayırdı, amma peyğəmbərlə bərabər deyildi. Yəni, peyğəmbərlə bərabər yaşamaq, peyğəmbərlə bərabər olmaq o deməkdir ki, onun gətirdiyi əmr və qadağalara riayət etmək və onun sünnətini yaşamaq. Və ayə davam edir. Deməli, bir insan o qədər o insanlar səmimi idi, ixlaslı və israrlı idi dualarında ki, axırda 195-ci ayda Allah Teala onlara nə deyir? Fəstəcəbə ləhum rabbuhum. Allah onların duasını qəbul elədi. Yəni, iki ayədə Allah nə dedilər? Rabbənə, Rabbənə, Rabbənə. Axırda Allah dedi ki, fəstəcəbə ləhum rabbuhum. Yəni, ey Peyğəmbər, onlara denən ki, artıq Rəbləri onların duasını qəbul elədi. Yəni, biz də bu cür olmalıyıq, israrlı olmalıyıq. İndi təfsirini oxuyacaq bu ayədə görək. Necə, deməli, həqiqətən bu ayələrin gözəl açılışı var. Və Allah-u Teala davam edir. Deyir, mən onlara cavab vermişəm, artıq Allah onları eşitdi, onların duasını qəbul etdi və Allah-u Teala nə deyir? İnnəni lə udi'u amələ amilin min zəkərin və unsə. Və Allah-u Teala deyir ki, ey Rəsulum, sən onlara denən ki, mən əməl edən, yaxşı əməl edən kişi və qadınların heç birinin əməlini pusa çıxarmaram. Lə udi'u, yəni zay etmərəm onların yaxşı etdiyi əməlləri. Və davamında Allah-u Teala buyurur, bə'adukum min bə'ad, onlar bir-birlərindəndir. Və başlayır Allah-u Teala yeni bir möminlərin vəsflərini açıqlayır və onlara nə bəxş eləyəcək. Allah cavab verdi bunlara, bu ayrı bir məsələ və dedi ki, mən sizin əməllərinizi pusa çıxarmaram və növbəti bir mərhələ gəlir, artıq mükafatlandırma mərhələsi gəlir. Allah-u Teala buyurur, fəllədinə həcəru, o insanlar ki, hicrət edərlər, yəni öz yurd yuvalarından hicrət edərlər. Və uxricu min diyərihim və öz deməli, dədə-baba yaşadığı bölgədən çıxarılarlar, əlbəttə ki, zalim insanlar tərəfindən. Əlbəttə, normalda niyə çıxarırlar? Ya dini cəhətdən çıxararlar, ya da əlbəttə ki, dünyəvi bir torpaq zadı məsələsinə. Amma burada sırf həmin devirdəki bu ayələr dini məsələ idi. Və davam buyurur Allah-u Teala və uzu fi səbili və mənim yolumda əziyyətə düçar olanlar. Yəni, biz bugün iman gətirmişiksə, namaz qılmışıqsa, əlimizə bir kitab almışıq, təbliğ ediriksə və yaxud da ki, adi bir din adamı deyilik, adi bir namaz qılanıqsa, təbliğ ediriksə, biz təhqir də işlə bilərik, tənqid də işlə bilərik, nə bilim, döylə də bilərik, söylə də bilərik. Allah Teala bunu deyir, və uzu fi səbili, yəni mənim yolumda, mənim dinim uğrunda, mənə görə əziyyət çəkənlərin artıq mükafatlandırma deməli, forması gəlir. Və davamı gəlir, və qatəlu və qutilu, Allah yolunda, yəni öldürənlər və ölənlər, yəni döyüşdülər, öldülər və ya öldürülənlər. İndi gəlir mükafatlandırılması, Allahın mükafatlandırılması. Lə ukəffirannə anhum seyyiətihim. Bayaqçı ayədə nə deyirdilər? Və kəffir annə seyyiətihim. Bizim o günahlarımızın üstünü ört. İndi Allah-u Teala cavab verdi onlara. Lə ukəffirannə, mən artıq onların seyyiətlərini, pisliklərini örtəcəm. Artıq Allah cavab verdi onlara. Bayaq dua edirdi o möminlər, Allah cavab verdi ki, mən onların günahlarının üstünü örtəcəm. Və udxilənnəhum cənnətin. Və onları cənnətə daxil edəcəm və cənnətin vəsflərini açıqlayır Allah-u Teala. Təcri min təhdihəl ənhər. Altından çaylar axan cənnətlərdir, həmin cənnətlər. Səvabən min indillah. Onlara bir qarşılıq olaraq. Savab sözünün mənası qarşılıq deməkdir. Yəni, onlar yaxşı bilən əməl etdi, mən də onların qarşılığını verirəm. Vallahu indəhu husnus səvab. Ən gözəl qarşılıq vermək Allah qatındadır. Yəni, ola bilsin ki, biz hər hansı bir insanlara bir yaxşılıq eləyərik, onlar bizə nəsə qaytara bilərlər, amma tam olaraq qaytara bilməzlər. Amma biz Allah üçün nəsə bir əməl edəriksə, Allah onun artıqlaması ilə və haqqından artığını bizə qaytarar. Deməli, bu ayənin açıqlamasını
Həsən əl-Bəsri rəhmətullahi aleyh məşhur tabeindəndir və Allah dostlarından biridir. Deyir ki, onlar deyir Rəbləri dualarına cavab verənə qədər Rabbənə, Rabbənə deyə çağırdılar. Yəni belə deyək də gəlib əllərini açdılar, bir iki dəfə dua eləyib, yəni ruhdan düşüb getmədilər və yaxud da ki demədilər ki, yəni biz dedik Allah qəbul edəmədi. O qədər onlar deyir Rabbənə, Rabbənə, ey Rəbbimiz deyir dua elədi ki, Allah axırda nə dedi? Fəstəcəbə ləhum Rabbuhum. Allah onların duasına cavab verdi, Allah onları eşitdi. Yəni bu qədər israrlı olmaq lazımdır. Məşhur Əhl-i-Beyt imamlarından olan Cəfər Sadiq rəhmətullah aleyh bu barədə belə buyurur ki, üzücü və təhlükəli bir işlə qarşılaşdığınız zaman orada 5 dəfə keçir və daha çox. Rabbənə, Rabbənə deyə dua edin, Allah deyir sizin o çətinliyinizi aradan qaldıracaq. Ətrafındakı insanlar deyir ki, sən hardan bilirsən ki, bu qədər desək, yəni sən hardan bilirsən ki, biz bunu desək, Allah o çətinlikləri bizdən götürəcək. Deyir ki, gedin Alimran surəsini oxuyun, möminlər Rabbənə, Rabbənə dedi, Allah da onlara qarşılıq verdi. Ona görə də biz dualarımızda səmimi olmalıyıq, Allah həqiqətən o qədər deyir, səmimi şəkildə, sanki bu dəqiqə Allah məni eşidəcək, dua etsəm, məni eşidəcək, bu düşüncədə dua etsək, Allah bizim duamızı qəbul edəcək və bizə onun mükafatını verəcək. Allah bizi belə bəndələrdən, belə qullardan olmasın.